Uşaq həkimi vardı, bitki ilə çox maraqlanırdı. Belə müalicələrlə. O gətirdi bir nəfəri, 5 santim dedi daşı var böyrəyində. 5 santim? Bəli, bəli. Həmin oğlanın, özü də biznesmen idi həmin adam, qonşusuydu. Üzü nə rəngdə idi? Deyərdim ki, belə qaramtıl, yox saralmış yox, göy qaramtıl belə rəngdə idi. Hə, mən dedim ki, 5 santim çətin əriyə, həm də onun əriməsi qorxuludur, tərpənəndə ona əziyyət verə bilər. 5 santim harca bax, nə burada deyim, nə irilikdə bir daşdır. Görünür fosfatmış, boş daşmış. Hə, mən dedim, dedi, yox, mən özüm, sən qorxma, ver, mən nəzarət edəcəm ona, qonşumdur, ağrısı olsa iynəsini vuracam və yaxud çatdıracam, yəni təcili yardımla xəstəxanaya. Sadəcə bu adam hələ əməliyyatı istəmir də, bir dənə ver onda. Əvvəl vermirdi, mən dedim, yox, bu qorxuludur. Dedi, özüm nəzarətdəyəm, o çox savadlı qadın idi, həmin qadın, həkim. Mən verdim buna, yığın verdim, dedim, bunun heç nəyə ziyanı yoxdur, sadəcə əriyəndə ola bilsin ki, onun biraz təsir eləsin. Hə, o içdi, bir haradasa, bir 10 gündən sonra zəng vurdu mənə ki, halım pisdir, çox pis haldayam, mən dedim, həkimi tap, qoy sənə nəsə, iynə zad lazımsa vursun. Hə, birazdan zəng vurdu ki, düzəldim. Dedim, təcili get ultrasəs müayinəsi. İnanırsız parçalanmışdı, gəlib düşmüşdü. Ən böyüyü 2,5 olmuşdu, sonra xırda 1. O parçalan vaxtı həmin adam özünü çox pis eləmişdi. Təbii ki. Hə, davam elədi, əridi, getdi də. Onda bildim ki, amma CD analizində yazmamışdılar heç nə, urat yazmışdılar. Çünki urat elə tez parçalana bilməzdi. Fosfat mənşəli daşlarmış. Elə ona da daşqapan vermişdim, böyrək qoruyucu, iltihaba qarşı. Onun kreatini də yüksək idi, zülalıda. Mən ona qarşı müalicə verdim 15 gün və əriməyə qarşı, daşın əriməsinə. Bax, o yadımdadır ki, həmin adam da əridi.